2021-ci ilin MİQ sualına baxaq. Hansı nümunələrdə fərqləndirilmiş sözlərin suala eyni olsa da ümumi qrammatik mənaları eyni deyil? Ümumiyyətlə qeyd edək ki, MİQ sualları ilə buraxılış suallar, buraxılış yox, daha doğrusu blok sualları, qəbul imtahanının sualları biraz oxşardır. Düzdür, MİQ imtahanının sualları daha dərin olsa da daha çox oxşar suallar olur. Ona görə də həm MİQ-ə gedənlər, həm də qəbul imtahanına gedənlər bu suallardan yararlana bilərlər. Hansı nümunələrdəki fərqləndirilmiş sözlərin sualı eyni olsa da ümumi qrammatik mənalar fərqlidir. Deməli, sual eynidir. Sual eyni. Qrammatik məna nə deməkdir? Ümumi qrammatik məna nitq hissəsi. Nitq hissəsi isə fərqlidir. Bizə lazımdır sual eyni olsun, nitq hissəsi fərqli olsun. Yaxşı. Biz də daha yaxşı işlərimizi təqdim edərik. Yaxşı deyəndə bu söz modal sözüdür. Yaxşı işlərimiz necə işlərimiz? Modal söz suala cavab vermədiyi üçün ümumiyyətlə buna baxmırıq. Bizə lazım sualı cavab versin. Suala cavab verməsi üçün də əsas nitq hissəsi olmalıdır. 2. Həvəsli adamlar həvəslə işləyərlər. Həvəsli necə? Həvəsli necə sualına cavab verdi? Fərqləndirilmiş sözlər. Həvəslə necə? Həvəslə. Hər ikisi necə sualına cavab verdi. Amma həvəsli sözü sifət, həvəslə sözü isə zərfdir. Ona görə bu sual bu bənd bizim cavabımızdır. Həm eyni suala cavab verir, həm də müxtəlif nitq hissəsidir. 3. Güləyən adamlar ağlayan adamlara təəccüblə baxırdılar. Güləyən sözündə hansı şəkilci var? Əyən şəkilcisi. Əyən, ağan, əyən, yəni bu feildən sifət düzəldən şəkilçidir. Necə adamlar? Güləyən adamlar necə sualına cavab verir? Necə adamlar? Ağlayan adamlar hər ikisi necə sualına cavab verir? Ağlayan sözündə isə yan, an şəkilçisi feili sifət şəkilçisidir. Onda güləyən sifət, ağlayan isə feil sifət olur. Yəni fərqli nitq hissəsi oldu mu bu da? Bəli, ona görə 3-ü də götürürük. 4. Belə adamlar elə əvvəldən də belə işləyiblər. Necə adamlar? Belə adamlar necə işləyiblər? Belə işləyiblər. Hər iki söz necə sualına cavab verdi? Düzdür, birisi ismə aid olub, digəri feilə aid olsa da bilirik ki, belə sözü sualla cavab verirsə ancaq əvəzlikdir. Yəni başqa nitq hissəsi ola bilməz. Sadəcə burada fərq nədən ibarətdir? Belə adamlar deyəndə belə sözü sifət əvəz edib, belə işləyiblər deyəndə isə belə sözü zərfi əvəz edib. Amma eyni nitq hissəsidir. Ona görə 4-ü götürə bilmərik. 5-ci cümlə. İndi çox adam idmanla daha çox məşğul olur. Nə qədər adam, çox adam, nə qədər məşğul olur, çox məşğul olur. Nə qədər adam sözünə aid olduğu üçün oldu say. İkinci çox sözü isə nə qədər məşğul olur, feilə aid olduğu üçün oldu zərf. Hər ikisi eyni suala cavab verdi, amma fərqli nitq hissəsi oldu. Ona görə 5-i də götürürük. Da cavabımız hansı oldu? 2, 3, 5, B bəndi.